Salam uşaqlar, gəlin davam edək 131-ci sualdan. 131-də deyir ki, rəqəmləri hasili klaviaturadan daxil edilmiş M ədədinə bərabər olan və rəqəmlər içərisində bir rəqəmi olmayan bütün 3 rəqəmli natural ədədləri çap edən proqramı Python dilində yazın. Bütün 3 rəqəmli natural ədədi for dövrü ilə yaza bilərik. Əvvəlcə deyim ki, M ədədi dediyinə görə M ədədini daxil edeyim. M bərabərdir. Int inputlar, həmin ədədi daxil edirəm. Daha sonra deyir ki, bir rəqəmi olmayan bütün 3 rəqəmli natural ədədlər. O baxımdan mən gedib 3 rəqəmli ədədləri götürməliyəm. Yəni, for i in range 3 rəqəmləri yazmaq üçün 100-dən götürərəm 1000 aralığın. Yəni, 1000-in özü daxil deyil bu aralığa. Daha sonra rəqəmlər içərisində dediyinə görə bu ədədi rəqəmlərinə parçalayaram. Yəni, əvvəlcə A yüzlük mərtəbəsini tapsın, yəni i-nin 100-ə bölünməsindən alınan tam ədədi götürsün. Daha sonra onluq mərtəbəsini B tapsın, yəni i-nin 10-a bölünməsindən alınan tam ədədlə 10-a bölünməsindən alınan qalığı götürsün. C də ki, geçsin təkli mərtəbəsini tapsın, yəni i-nin 10-a bölünməsindən alınan qalığı götürsün. İndi burada bizə deyir ki, rəqəmləri hasili M ədədinə bərabər olan rəqəmləri tapdıq ki, A, B, C-dir də bunun rəqəmləri. Bunun rəqəmləri hasili daxil etdiyim M-ə bərabər olmalıdır. Yəni, o baxımdan mən belə deyim də, bir dənə şərt verəcəm ki, əgər rəqəmləri hasili, yəni A, vuraq B, vuraq C, bərabərdirsə M-ə və eyni zamanda, yəni and, deyir ki, rəqəmləri içərisində bir rəqəm olmasın. Yəni, A-da birdən fərqli olsun, B-də, C-də birdən fərqli olsun. İndi bunların hamısını birdən fərqli eləyəcəm. Yəni, A fərqlidir birdən. İndi siz bunu qarşı-qarşıya yazın. Yəni, bir sətirdə yazın. And B-də fərqli olmalıdır birdən. Bir də and C-də fərqli olmalıdır birdən. Əgər bu şərtim ödənsə, onda nə istəyir məndən? Həmin o 3 rəqəmli ədədi çap eləsin. Onda deyim ki, print i. Yəni, həmin o götürdüyüm i-ni çap eləyəcək. Yəni, nə demək istəyir? Deyir ki, bir dənə M ədədi daxil elə və belə deyim də, bir dənə dövr başlatdıq ki, yəni sırf 3 rəqəmli ədədləri götürsün. A da həmin o 3 rəqəmli ədədlər üçün, tutaq ki, 100-ü götürdü, 101-i götürdü, 102-ni götürdü. A yüzlük mərtəbəsidir, B onluq, C də təklik mərtəbəsidir. İndi deyir ki, bu 3 rəqəmli ədədlər içərisində rəqəmləri hasili daxil etdiyim bu M var idi ha. Ona bərabərdirsə və eyni zamanda rəqəmləri birdən fərqlidirsə, həmin o 3 rəqəmli ədədi çap et. Yəni, proqram bizdən bunu istəyirdi. Sonra baxaq 132-ci sualdan. Deyir ki, klaviaturada müsbət tam ədəd daxil edilərsə, deməli, onun tək rəqəmlərinin sayını çap edən proqramı Python dilində yazın. Deməli, klaviaturada müsbət tam ədəd. Heç nə, M bərabərdir int inputuna həmin o tam ədədi daxil eləyək. Daha sonra deyir ki, rəqəmləri sayını çap edən proqramı. Onda deyim ki, bir dənə məsəl üçün K parametri götürüm. K sıfırdır, yəni say parametridir. Və mənə deyir ki, müsbət olsun. Yəni, bu baxımdan deyim ki, bir dənə şərt verim ki, əgər daxil etdiyim n sıfırdan böyükdürsə, yəni müsbətdirsə, bu zaman deməli, tək rəqəmlərinin sayını, yəni nə etməliyik? Əvvəlcə mən bunu belə deyim də, rəqəmini tapmalıyam. O da ki, qalığı götürə bilərəm də. Ona bölməklə qalığı götürəcəm. Bunu da while dövrü ilə dövrü başladıb yazmaq olar. O baxımdan deyəcəm ki, while nə qədər ki, n böyüdür sıfırdan, bu zaman, çünki müsbət deyir də, yəni artıq n belə deyim, sıfıra bərabər olsa, artıq ödənməyəcək, dayanıb dövrdən çıxacaq. Bu zaman, misal üçün, A bərabərdir n-in
ona bölünməsindən alınan qalıq. Yəni bunun rəqəmini götürsün. Burada da ki, n də hər dəfə dövr dayanmalıdır. Axı n-in ona bölünməsindən tam ədədi götürsün ki, dövr kiçilsin. Və daha sonra mənə deyir ki, əgər bu rəqəm təkdirsə, onun sayını tap. Yəni, bax bu a-nı, indi bir dənə şərt verim dövrün içindəki, a-nı 2-yə böləndə qalıq təkdirsə, yəni 1-ə bərabərdirsə, bu zaman deməli say parametri k hər dövrdə bir dəfə artsın. K plus 1. Və daha sonra artıq dövr ki bitəcək. Ən sonda da həmin o k-nı, yəni dövr bitəndən sonra print k eləsin, yəni həmin sayı çapa göndərsin. Bu da oldu bizdə 132-ci sualın cavabı. Olacaq bu formada. Daha sonra baxsaq 133-ə. Deyir ki, klaviaturadan daxil edilən müsbət tam ədədi sadə vuruqlara ayıran deməli və çap edən proqramı Python dilində yazın. Sadə vuruqlara ayıran 2-yə bölməklə gedə bilərik. Ya da ki, elə 2-yə bölməklə gedə bilərik və daha sonra bir siyahı götürüb həmin ədədləri siyahıya əlavə edə bilərik. Belə deyək, əvvəlcə ədədimi daxil edəcəm. Baxın, deyir ki, klaviaturadan daxil edilən müsbət tam ədədi sadə vuruqlara ayıran həmin ədədi daxil edirəm. n bərabərdir int input. Ədədi daxil elədim. Bir dənə boş siyahı götürürəm. Belə deyim də, bura ədədlərimi append eləyəcəm. Daha sonra i-ni götürüm dövrü idarə eləməsi üçün. İndi 2-yə bölməklə birdən götürə bilmərəm. 2-dən başladacam i-ni, çünki sadə vuruqlara ayırın deyir. O baxımdan i bərabərdir i-ni 2-dən başladacam. Və deyəcəm ki, while nə qədər ki bu daxil etdiyim n birdən böyüdürsə, bu zaman vuruqlara ayırmalıyıq. Yəni neynəsin? 2-yə bölə-bölə getsin. Onda deyək ki, əgər bir dənə şərt verərəm. If şərtində bu n-i i-yə böləndə, yəni 2-yə bölə-bölə gedir axı. I-yə böləndə qalıq deməli 0-a bərabərdirsə, 2-yə deməyək, orada belə deyim də, hər dəfə 2-yə böləcək. İndi əks halda da əgər alınmasa, biz i-ni hər dəfə bir vahid artırmalıyıq. Yəni n-i i-yə böləndə qalıq 0-a bərabərsə, yəni bölünürsə, bu zaman m siyahısına həmin i-ni append eləyək, yəni əlavə eləyək. Da sadə vuruqlarını ayırır. O baxımdan deyim ki, m.append eləsin həmin siyahıya, bax bu i-ləri əlavə eləyəcək. Daha sonra hər dəfə deməli dövrü kiçiltməlidir, yəni n-in i-yə bölüb dövrü kiçiltməlidir. Əks halda isə, yəni bu ödənməsə, i-yə böləndə qalıq 0-a bərabər deyilsə, deməli 2-yə bölünmür də. Bu zaman deyəcəm ki, əks halda else hissəsində neynəsin? i-ni bir vahid artırsın. i bərabərdir, i plus 1 olsun. Və bu dövr bitəndən sonra, while dövrü bitəndən sonra, daha sonra geçsin, mənə deyir ki, sadə vuruqlara ayırsın və çap edən. İndi həmin o siyahıya biz birbaşa müraciət eləməliyik. Yəni m siyahısına müəyyən ədədlər yarandı. İndi deyirəm ki, for i in m. Siyahıya birbaşa müraciət edirəm və geçsin oradan götürsün həmin o ədədləri, yəni print i-ləri götürsün, birbaşa çap eləsin. Baxın bu formada deməli 133-də düzgün cavab olacaq bu formada. Daha sonra davam eləyək 134-cü sualına. Deyir ki, klaviaturadan daxil edilən natural ədədin ən kiçik rəqəmlərinin sayını çap edən proqram Python dilində yazın. Məsəl üçün, bu ədədi daxil ediblər. Ən kiçik 2-dir, 3 dənə 2 var. 3 çap olunmalıdır. Yenə ədəd deyir. Klaviaturadan daxil edən ədəd dediyinə görə n bərabərdir həmin ədədi int inputla daxil edəcəm.
Və mm, bunu sayması üçün mən countdan istifadə edəcəm deyə bunu mütləq sətrə gətirməliyəm. N bərabərdir, setr n eləyəcəm. Əslində birbaşa da countu qoşa bilərik. Yəni listə çevirməmiş də countu qoşub setrlə işlədə bilərik. Amma n bərabərdir, bunu bir dəfə siyahıya gətirəcəm, yəni list n eləyək ki, siyahıya gəlsin. Çünki count daha çox belə deyək də siyahılarla işləyən funksiyadır. Və keçsin ən kiçik rəqəmin o siyahıdan götürsün. Yəni n bərabərdir minimum n eləsin. Yəni gedəcək n siyahısından ən kiçik elementi götürəcək. İndi bir də deyim ki, ən kiçik elementə bərabər olacaq. Bir dənə də tutaq ki, deyim A dəyişəni verim, A bərabərdir. Bu siyahıda artıq minimum elementi mən sayını istəyirəm. Yəni n.count m istəyirəm. Vəssalam. Ən sonunda da həmin o A-nı gedib çapa göndərməliyik. Deməli, neynədik? Bir ədəd daxil elədim klaviaturadan. Həmin ədədi sətr tipinə çevirdim. Və o sətri siyahıya gətirdim ki, geçsin minimum funksiyası siyahıdan ən kiçik elementi götürsün. Və ən kiçik elementi götürəcək. Daha sonra A dəyişəni də deyəcək ki, həmin siyahıda olan deməli, count m-ləri da minimum m-ə mənimsətmişdim minimumu. Deyəcək, get oradan onun sayı neçə dənədirsə onu götür. Sayını tap. Print A da onun sayını ekrana çap eləyəcək. 134-də düzgün cavab olacaq bu formada. Daha sonra davam eləyək 135-ci sualdan. Deyir ki, 2-nin qüvvəti şəklində olan natural ədəd klaviaturadan daxil edilmişdir. Daxil edilmiş natural ədədin 2-nin neçənci dərəcədən qüvvəti olduğunu təyin edən proqram. 32 daxil ediblərsə 5-ci dərəcədən qüvvətidir, 256 8-ci dərəcədən qüvvətidir. Yaxşı, bunu da ən sadə formada belə yaza bilərik. Valına yazacağım. Yəni n bərabərdir, ədədi daxil edirəm. Yenə int input. Deməli, bunu da 2-yə vurmaqla tapa bilərəm də. Çünki üstü qüvvətdə axı sadə vuruq 2-yə bölməklə, üstü qüvvətdirsə də 2-yə vurmaqla taparam. Və məndən nə istəyir? Neçənci dərəcədən qüvvəti olduğunu. Deyim ki, dövrü idarə eləməsi üçün, yəni hər dəfə 2-yə vurması üçün i-ni 1-dən götürəcəm və deyəcəm ki, while dövrün qoşacağam. Nə qədər ki, n böyükdürsə 2-dən yox, n böyükdürsə i-dən, çünki burada hər dəfə i dəyişəcək. Nə qədər ki, n böyükdür i-dən, onda i bərabərdir. Deməli, i-ni vuraq 2-yə. Misal üçün daxil eləmişəm 4. İndi burada bir dənə də dəyişən verək ki, neçənci dərəcədən olduğunu tapsın. Misal üçün bir dənə də A dəyişəni verim. Tutaq ki, A bərabərdir 0-a bərabər olsun. Və burada da hər dəfə A plus 1 qədər artsın. Yəni neçənci dərəcədən olduğunu tapsın. Misal üçün deyirəm ki, indi tutaq ki, daxil eləmişəm, misal üçün 8-i daxil eləmişəmsə, 8 nədir? 2 üstü 3-dür də. 3-cü dərəcədən qüvvəti olduğunu tapmalıdır. İndi deyirəm ki, 8 böyükdürmü i-dən, yəni 1-dən, hə deyəcək və i bərabər olacaq 2-yə, a da bərabər olacaq 1-ə. Daha sonra deyəcək 8 böyükdürmü 2-dən, yenə hə deyəcək. i bərabər olacaq 4-ə, a da bərabər olacaq 2-yə. Daha sonra deyəcək 8 böyükdürmü 4-dən, yenə hə deyəcək. i bərabər olacaq 8-ə, a da bərabər olacaq 3-ə. Sonra deyəcək ki, burada demək 8 böyükdürmü 8-dən, yox deyib dövrdən çıxacaq. Bu baxımdan baxın, 3-ü tapdım da mən, yəni 3-cü dərəcədən qüvvətidir. Onun üçün proqramı elə bu formada yazsaq, nəticə alınacaq. Bu belə. Daha sonra baxaq, deməli 136-cı suala. Deyir ki, məşqlərə başlayan idmançı ilk gündə 5 kilometr qaçıb.
Hər növbəti gün qaçış məsafəsini, əvvəlki günün qaçış məsafəsinin 20% qədər artırdı. Məşqin ilk 5 günü ərzində idmançının ümumi qaçış məsafəsini hesablayaraq çap edən proqramı Python dilində yazın. Deməli, ilk gündə 5 kilometr qaçdım. Bunu da belə göstərərəm də. İlk gün olsun A. Deyim ki, A bərabərdir 5 kilometr qaçıbdı. Ümumi qaçış məsafəsini hesablayan. Onda mənə cəmləmə parametri lazımdır da. Deyim ki, S başlasın 0-dan və 5 gündürsə, baxın, ilk 5 gün ərzində deyil. Onda for I in range 1-dən 6-ya qədər götürək ki, 5-ə qədər 5 gün olsun. Və S burada nə etməlidir? Həmin günləri cəmləməlidir. S plus A eləməlidir. İndi deyir ki, əvvəlki günün qaçış məsafəsini 20% qədər artırdı. İndi bunu da necə taparıq? 20% qədər A bərabərdir. Deməli, 20-yə vurub 100-ə bölməlidir də. Yəni 20% qədər artırdı deyir. A üstə gələk. A vuraq 20 bölək 100. Baxın, bunu da bu formada yazaram. Yəni deyir ki, bu qədər artırdı. Onun üçün belə yazdım. Vur 20 böl 100. Sonra nə etməlidir? Bunun cəmin istəyir. Yəni hesablasın. Ən sonunda o baxımdan S-i çapa göndərəcəm. Dövr bitdi. Print S. Gedəcək çapa. Olacaq, deməli, 136-cı sualımız da bu formada. Sonra gəlin baxaq 137-ci suala. Deməli, 137-də bunun proqramını qurmalıyıq. Aşağı faktorialları hesablayır. Yuxarıda baxıram ki, x-a vurmaqla gedir. Ancaq bura bir dənə k parametri daxil etməliyəm ki, bir mənfi olsun, bir müsbət olsun. S də cəmləyir. Ümumiyyətlə, heç nə, gəlin yazaq. N-im var, bir də x-im var. O baxımdan N-i daxil etməliyəm. N bərabərdir int input. Bir də x-i daxil etməliyəm. X bərabərdir int input. İndi mənim cəmləmə var. Dəyişənləri yazsam, baxın, parametrləri cəmləməm var. S0-dır. Dövrü idarə edən parametr olmalıdır i'miz. 1-dən başladırıq eyni. Sonra k-nı başladaq. Əvvəlcə müsbətdir də. K-nı 1-dən başladaq. Deməli, sonra mənfi k eləyəcəm. Faktorialları tapsın deyə f-ə 1 verirəm. Bir də deməli, hər dəfə elə bil bir dənə dəyişən götürüm. X-i daxil etmək üçün də. Misal üçün deyim ki, A bərabərdir x-a, axırda x-a vurmalıdır x kvadratı, kubu, x üstü n. Bunun üçün bir dənə A dəyişən götürdüm ki, bərabər olsun o da x-a. İndi while dövrü ilə yazacağıq. Nə qədər ki, i kiçik bərabərdir n-dən. Onda s bərabər olmalıdır. S plus, deməli, neynəsin? Baxıram ki, x-i faktorialları tapacağıq. Heç nə. X-i f-ə bölür. S üstə gəlir. X da A-dır da bizdə. A-nı deməli, f-ə bölsün. Daha sonra burada k parametri olaraq 1-dən başlatmıyorum. Sonra mənfi 1 olmalıdır. Baxımdan k bərabərdir mənfi k olsun. Və belə deyək. A-da da hər dəfə x-a vurmalıdır da. Elə bil ki, x-dır, x kvadrat olmalıdır, kub olmalıdır. O baxımdan A bərabərdir. A-nı vuraq x-a, bir də vuraq k-ya ki, mənfi ola bilsin. Müsbət mənfi söhbətinə görə. I dövrü idarə eləyir. I plus 1. Bir də deməli, faktoriallar tapmadıq. Aha, faktorial üçün də biz f-i vermişik də. F bərabər olsun, hər dəfə f-i vursun i. Yəni,
Bir faktorialdır orada, onu qeyd eləməyəcək, x-dır. Zaten böləndə x qalır. Sonra 2 faktorial tapacaq, sonra 3 faktorial tapacaq. Bu formada proqram davam eləyəcək. Ən sonda da desin ki, print s, yəni bu cəmi çapa göndərsin. Deməli, baxın, 137-də düzgün proqram olacaq bu formada. Sonra davam eləyək 138-lə. 138 rahatdır. İynə əvəz eləyib yaza bilərsiniz burada. Deməli, bu cəmi istəyir bizdən. Əvvəlcə int tək ədədlidir. Eni daxil edirəm. Int inputla. Eni daxil edim. Cəmləmək üçün s parametrim var. Və dövr getməlidir 1-dən n plus 1-ə qədər. Yəni for i in range, deməli 1-dən n plus 1-ə qədər dövrüm davam eləməlidir. S də nələri cəmləyir? Baxın, belə olan halda demişəm ki, n-i ilə əvəz eləyin yazın. Yəni rahatdır bu. I-ni vuracaq bir dəfə i plus 1-ə, n-i ilə əvəz eləyir. Bir dəfə də i plus 2-yə və salam. Baxımdan s bərabərdir s üstə gələ. I-ni vuracaq i plus 1-ə, bir də vuracaq i plus 2-yə. Ən sonda da print s-i, yəni həmin cəmi çapa göndərəcək və salam. Nəticəm olacaq bu formada. 139-a baxıram. Da burada n plus 2-ni istəmir, bir də n plus 1 istəyir. Onda 139-da da, baxın, bir dənə bunu götürəcəm. Bir dənə bunu götürdüm və salam. Da i plus 1-ə qədər davam eləyəcək. 139 da olacaq bu formada. Sonra baxaq 140-a. Yəni bunlar rahat idi. 140-da da deyir ki, klaviaturadan daxil edilən deməli sətirdə rəqəm simvollarının sayını çap edən proqramı Python dilində yazın. Heç nə. Bir dənə rəqəmlərdən ibarət sətir verərəm və deyərəm ki, sətrə birbaşa müraciət edərəm və deyərəm ki, götürdüyüm i-dən belə deyək də, həmin sətirdə varsa, bunu da say parametri ilə göstərə bilərik. Sayı 0-dan çoxdursa və yaxud 1-dən böyük bərabərdirsə, baxın bu formada. N-i daxil eləyəcəm inputla, sətir deyir çünki. N bərabərdir inputla. N-i daxil elədim. Daha sonra say parametri olaraq k verəcəm. K 0-dır. Və deyəcəm ki, yenə a bərabərdir 0-dan 9-a qədər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərdən ibarət bir dənə sətir və getsin for i in deməli for i in a, bu sətrə birbaşa müraciət eləsin. Daha sonra deyim ki, bir dənə şərt verim ki, əgər deməli a nöqtə count i belə deyək, 0-dan çoxdursa, yəni a nöqtə belə deyək də, deməli a sətrində birbaşa müraciət edirəm. Bu i'lərin sayı 0-dan çoxdursa, yəni varsa da, nə deməkdir 0-dan çox nə deməkdir, yəni varsa və yaxud da 1-dən böyük bərabərdirsə, belə də götürə bilərik, ya da 0-dan çoxdursa. O zaman deməli k hər dəfə k plus 1 olsun, yəni saysın. Ən sonda da deyim ki, print həmin o sayı çapa göndər və salam. Nəticəm olacaq, deməli 140-cı sualda bu formada. Sonra davam eləyək 141-lə. Deyir ki, klaviaturadan daxil edilmiş sətirdəki hər simvoldan yalnız birini, deməli, siyahıya əlavə edən proqramı Python dilində yazın. Deməli, yenə sətir daxil eləyir. Deyir ki, yalnız birin. Onda yenə countuna yazacağım. Birbaşa müraciət eləyərəm və deyərəm ki, sətrə artıq daxil etdiyim sətrə birbaşa müraciət eləyəcəm və deyəcəm ki, count
i'miz əgər sıfıra bərabərdirsə, yəni sayı 0 dənədirsə, onda əlavə eləsin. Yox, əgər sıfıra bərabər olmasa da dövrə qayıtsın da. Yəni belə bir şey. Əvvəlcə sətri daxil edirəm inputla. Daha sonra bir dənə boş bir siyahı verəcəm. Tutaq ki, n bərabərdir. Bir dənə boş siyahı verdim. Və deyim ki, for i in m. M yox, n. Daxil etdiyim sətrə birbaşa müraciət eləsin. Əgər deməli bu siyahıda, m siyahısında i'lərin sayı 0-a bərabərdirsə, yəni yoxdursa, həmin o belə deyək də hərflərdən, o zaman m siyahısına həmin o i'ləri append eləsin. Onda deyim ki, əgər m.count i'lərin sayı deməli 0-a bərabərdirsə, yəni yoxdursa, onda m siyahısına append elə həmin i'ləri. Bəs bitdi. Ən sonda da həmin o siyahını, yəni print m-i çapa göndərəcək. Misal üçün, riyaziyyatı daxil eləyibsə, tutaq ki, daxil eləyib buradan riyaziyyat. M boş siyahıdır. Riyaziyyata birbaşa müraciət edəcək. i bir dəfə gedəcək, r-nı götürəcək. Deyir ki, m siyahısında r-dan var, yəni sayı nə qədərdir? Deyirsən ki, yoxdur da 0-a bərabərdir. Onu da append eləyəcək, i-ni append eləyəcək, y-nı da. Ancaq ikinci y-nı, bu iki dənə y-nı append eləyə bilməyəcək. Çünki sayı 0-a bərabər olmayacaq. Artıq deyəcək ki, ikinci y-yə gələndə bunun sayı var, yəni 0 dənə deyil, bir dənə var. O baxımdan append eləyə bilməyəcək. Yəni hər simvoldan birini əlavə eləyəcək. Onun üçün deməli 141-də düzgün cavab olacaq bu formada. İndi gəlin baxaq 142-yə. Deməli, deyir ki, klaviaturadan daxil edilən ikilik ədədi 8-lik say sisteminə çevirib çap edən proqramı Python dilində yazın. Deməli, ikilikdən 8-liyə keçid necədir? Misal üçün, deyir ki, 0, 1, 1, 0, 0, 1, 1, 1. Tutaq ki, deyirəm. İkilikdədir, 8-liyə gətirsə, bunu neynəməliyəm? 3-ü çayırmalıyam. Və qarşıda nə qədər çatmırsa, o qədər 0 əlavə edirik. Yəni, bir dənə çatmırsa, bir dənə 0, 2 dənə çatmırsa, 2 dənə 0 əlavə eləməliyik. Və mənim orada 4, 2, 1 qaydam var. O qaydadan istifadə edirəm. Yəni, üzərinə yazıram 4, 2, 1, 4, 2, 1 bu formada. İndi proqramı quranda da mən bundan istifadə etməliyəm. Yəni, baxın, bu 4, 2, 1 qaydasından istifadə eləyəcəm. Əvvəlcə, deməli, n sətrini daxil eləyirəm. Daha sonra həmin sətri əslində birbaşa sətr daxil eləyim. Ədəd niyə daxil elədik? n bərabər inputla sətri daxil, amma yox, söhbət 8-lik say sistemindən gedir, yox elə int inputla. Düzgün demişəm. n bərabərdir, int inputla daxil eləyək. Int inputla daxil eləyək. Ədəd daxil elədim. Sonra neyniyərəm? Bu ədədin üstündə işləyəcəm. Onda bunu sətrə gətirərəm. Ctrl eləyərəm ki, çünki bu mənə lazım olacaq o qaydaya görə, 4-2-1 qaydasına görə, 3-ü çayırmağa görə. Və sonra bir dənə şərt verərəm ki, deməli, əgər sayı nə qədərdirsə, tutaq ki, 5 dənədir, 10 dənədir, ümumiyyətlə 3-ü çayıranda 3-ə tam bölünməklə yoxlayırıq da biz bunu. Əgər deyim ki, len n-i belə deyək də, 3-ə böləndə qalıqda 1 qalırsa, onda mən neçədən 0 əlavə eləməliyəm? Deyirsiniz ki, 2 dənə, çünki 3-ə tamamlanmalıdır axı. Onda deyim ki, n bərabərdir, 2 dənə 0 əlavə elə. Plus n.
Yox əgər Lenini deməli 3-ə böləndə qalıqda 1 yox, 2 qalırsa, onda bir dənə 0 əlavə elə. N bərabərdir 0 plus n, yəni bir dənə 0 əlavə elə. O 3-3 ayırmaq qaydasına əsasən yazırıq bunu. Sonra deməli k bərabərdir 0. İndi deyəcəm nə üçün 0 götürürük. Bir də i bərabərdir 0-a. Sonra deyim ki, deməli var hissəsində i deməli nə qədər ki i kiçikdir, len n minus 1-dən. Və bu zaman k bərabərdir. K-nı vurmalıdır 10-a. Üstünə də gəlməlidir. Deməli, n i-ni, tutaq ki, i 0-dır, 0-cı elementi vurmalıdır 4-ə. Sonra birinci elementi vurmalıdır 2-yə. Sonra 3-cü elementi vurmalıdır 1-ə. Bu baxımdan deyim ki, bunu biraz səliqəli yazaq. Baxın bu formada. K vuraq, deməli 10. Üstünə gəlsin int, yəni intə ədəd tipinə çevirməlidir də, n i-ni. Vurmalıdır 4-ə. Sonra bunun da üstünə gəlməlidir, təbii ki, qarşı-qarşıya olacaq. Bunun da üstünə gəlməlidir, int ədəd tipinə gətirməlidir. i plus 1-i, yəni 0-cı element idi. Sonra olacaq nömrələyəndə 1-ci element. Int, deməli n, i plus 1-ci elementi. Bunu da vurmalıdır 2-yə. Axı 4, 2, 1 qaydası var bizdə. Təzədən bunun da üstünə gəlməlidir. Intə gətirib, artıq n, i plus 2-ci element olacaq. Vuracaq onu da 1-ə. Yəni n, i plus 2-ci elementi vuracaq 1-ə. Bu formada və burada deməli hər dəfə elə bil 3-3 ayırırıq deyə i'miz 3 vahid artmalıdır. Yəni i bərabərdir i plus 3 olmalıdır. Və ən sonda da print k-nı çapa göndərəcək. İndi gəlin bir dənə sətir daxil edək və bunun üstündə işləyək. Tutaq ki, daxil eləmişəm belə bir sətir. Deməli 0, 1, 0, 0, 0, 1, 0, 1, 1. Tutaq ki, belə bir sətir daxil eləmişəm ikilikdə. Deyir ki, bunu gətir 8-liyə. Əvvəlcə özümüz gətirək görək nə alınacaq. 3-ü çağırsam ki, tam bölündü 3-ü çağıranda və 4, 2, 1 qaydasına görə, baxın, bu mənə 2-ni verir, bu mənə 1-i verir, 4, 2, 1-ə görə bu da 3-ü verir. İndi gəlin bu yazdığımız proqramla bunu yoxlayaq. Deməli, birinci dövrdə nə olacaq? Baxın, 2, 1, 3 aldıq. İndi deyərsiniz ki, birinci dövrdə gələcək deyəcək ki, while hissəsində 0 kiçikdirmi, leni elə bizdə daxil etdiyimiz ədəd belə deyim də, tam bölündü də bu ədəd idi. Deməli 0, 1, 0, 0, 0, 1, 0, 1, 1, 1, 2, 3, 4, 5, 6, 7, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu ədəd bizdə 9-dur. Deyim ki, 0, 9 minus 1 bizə 8-i verir. 0 kiçikdirmi 8-dən? Deyəcək ki, hə. Bu zaman deməli, niyə n-1 yazdıq? Çünki bəzən olur ki, tamamlamaq söhbətinə görə çatmır. Misal üçün, özümüz tamamlayırıq, sonradan tamamlayırıq da o baxımdan. 0 kiçikdirmi 8-dən? Buna deyəcək, hə. Onda k bərabər olacaq. Deyir ki, k-nı vur 10-a. 0-ı vuracaq 10-a əvvəlcə. Baxın, 0 vurulsun 10. Sonra üstə gələk. Int n-i vuracaq 4-ə. 0 vuracaq bu dəfə 4-ə. Sonra üstə gələk. Bu zaman artıq 1-i vuracaq 2-yə. Çünki i plus 1 deyir də, 0 plus 1. 1-i vuracaq 4-ə yox 2-yə. Bir də üstə gələk. 0-ı vuracaq
1-ə. Burada da nəticə mənə verəcək nəyi? Deməli, burada nəyi səhv yazdıq? Bunu 1'i yazmadım. 1 vuraq 2 üstə gəlir 0 vuraq 1. Bu da bizə verəcək 2-ni. Sonra i gəlib olacaq 3. i 3 olanda deyəcək ki 3 kiçikdirmi 8-dən? Yenə buna hə deyəcək. Onda k bərabər olacaq. Bu dəfə 2-ni vuracaq ona. Çünki k dəyişdi oldu 2. Artıq 2-ni vuracaq ona. Üstünə gələcək. 0'ı vuracaq 4'ə. Üstünə gələcək. 0'ı vuracaq 2'yə. Üstünə gələcək. 1'i vuracaq 1'ə. Burada da nəticəm olacaq nə? Deməli 10, 21. Burada olacaq 21. Sonra i 3 dənə artacaq. i olacaq 3. Sonra gələcək. Deyəcək ki 3 nə idi? i olacaq 6. Ən son 3 idi. 3 bölü 3 6 olacaq. Deyəcək 6. Kiçikdirmi 8-dən? Yenə hə deyəcək. Və k bərabər olacaq. Bu dəfə 21'i vuracaq ona. Üstünə gələcək. 0'ı vuracaq 4'ə. Üstünə gələcək. 1'i vuracaq 2'yə. Sonra da 1'i vuracaq 1'ə. Bu da bərabər olacaq nəyə? 213'ə. Baxın, həqiqətən də bundan mən gətirmişdim də bunu 8-liyə. 2, 1, 3 almışdım. Və burada da aldım 2, 1, 3. Yəni, bir belə deyək də, ikili say sistemində bir nəsə özünüzdən daxil eləyin və ən sonda bu formada proqramı yoxlayın. Görəcəksiniz ki, alınır. O baxımdan, deməli, 100 neçə idi bu? 142'də nəticəm olacaq bu formada. Sonra davam eləyək 143'dən. Deyir ki, klaviaturadan daxil edilən natural ədədin 8'li say sistemin ədədi olub olmadığını yoxlayan proqramı yazın. İndi 8 idi, 8 yoxdur da 7'yə qədərdir. Ədədi daxil eləyərəm. Bu ədəd deməli nə olmalıdır? Tutaq ki, rəqəmlərini taparam, ədədin rəqəmin və rəqəmləri 7'dən böyüdürsə, onda deyərəm ki, 7'dən böyük olsa mövcud olmayacaq. Onda belə eləyərik. Bir dənə dəyişən verərik ki, o dəyişən əgər dövr daxilində dəyişəcəksə, yəni tutaq ki, ədədin rəqəmi 7'dən böyüdürsə, həmin dəyişəni dəyişdirək. Tutaq ki, 0-dan başladaq ya 1-lə başladaq, sonunda 0 olsun. Bu formada yazaq. Əvvəlcə gəl eni int inputuna daxil eləyək. Deməli, sonra deyir ki, bir dənə dəyişən götürün. Misal üçün, nə bilim, A dəyişəni bərabər olsun 0-a ya da ki 1-ə. 1-ə bərabər eləyək. A bərabər olsun 1-ə. While hissəsində deyim ki, while dövründə n 0-dan böyük olmalıdır və A-mız da 0-dan fərqli olmalıdır. A da 0-dan fərqli olsun. Niyə fərqli olsun? Çünki yuxarıda A-nı 1 vermişəm. Artıq 0-a bərabər olanda dövr dayanacaq. İndi ədədin rəqəmini tapın. Deyim ki, tutaq ki, B bərabərdir. N-in 10'a bölünməsindən qalıq. Rəqəmi götürdüm. Bir də dövrü kiçildim. 10'a bölünməsindən tam ədəddə dövrü kiçildəcək. Sonra if şərtində deyir ki, əgər B böyükdürsə 7'dən, onda dövr daxilində nə baş versin? K-mız 1'ə bərabər idi, düzdürmü? A-mız 1'ə bərabər idi. A-nı dövr daxilində neynəsin? Sıfırlandırsın. Yəni, A bərabər olsun dövr daxilində 0-a. Çünki 7'dən böyüksə 8'li say sistemində axı 7'dən böyük ədəd yoxdur. O baxımdan burada A bərabər olsun avtomatik 0-a. Yəni dövr sıfırlandı.
Və bu formada davam eləsin. Artıq burada A0 olanda dövrdən çıxacaq da. Deyəcək ki, n sıfırdan böyük olsa da bu ikinci şərtim ödəməyəcək. Deyəcək A fərqlidirmi sıfırdan? Yox deyəcək, dövrə düşə bilməyəcək. Dövrdən çıxacaq. Və dövrdən çıxanda bir dənə şərt verim ki, əgər A sıfıra bərabərdirsə, A sıfıra bərabərdirsə, yəni A sıfırlanıbsa dövr daxilində, deməli, elə bir ədəd mövcud deyil. Baxın, burada deyir ki, çıxışı mövcud deyili çap eləsin. Print mövcud deyil. Bunu çap eləsin. Əks halda, deməli, onda sıfıra bərabər olmayacaqsa A-mız, onda deməli 1-ə bərabər olacaq da. Onda desin ki, print mövcudduru çap eləsin. Bu formada. Deməli, bu da oldu bizdə nə? 143-cü proqram.